Salam uşaqlar. Bu videomuzda sizə əvvəl keçdiyimiz iki mövzunun izahını, yəni test izahlarını verəcəm. Qrupunuza göndərdiyim testlərin hər birini ümid edirəm ki, hər kəs işləyib. Testlərimiz güvən nəşrlərindəndir. Yəni güvən nəşrlərinin testlərini işləyirik mövzular üzrə. Başlayaq birinci sualdan. Demək ki, sillogizmi tamamlayın deyir. Biz sillogizm tipli tapşırıqları birinci, ikinci fikirlər. Məsələn, birinci fikirdə verib ki, fonetikada danışıq səsləri öyrənilir. İkinci fikirdə də danışıq səsləri saitlər və samitlər olmağına iki qrupa bölünür. Yadınıza qalsın, sillogizm tipli tapşırıqları icra edərkən birinci və ikinci fikir, eyni zamanda və yaxud da birinci və üçüncü fikri verə bilər sizə. Qarşıda rastlaşacağıq elə testlərlə. Bu tipli tapşırıqları icra eləyərkən yadınızda qalsın ki, bu fikirlərin ortaq cəhətini götürürük. Yəni, birinci cümlədə birinci fikir verilib ki, fonetikada danışıq səsləri öyrənilir. İkincidə də danışıq səsləri saitlər və samitlər olmaqla iki qrupa bölünür. Yəni, bunların ikisini birləşdirən bir cəhət götürməliyik. Cavab variantımız olacaq D variantı. Saitlər və samitlər fonetika bölməsində öyrənilir. Bəli, danışıq səsləri fonetika bölməsində öyrənilir. Danışıq səsləri saitlər və samitlərdir. Demək ki, saitlər və samitlər də fonetika bölməsində öyrənilir. Ona görə D variantını götürürük cavab olaraq. İkinci sualımız, yalnız qarşılığı olmayan samitlərin işləndiyi sözləri seçin. Qarşılığı olmayan samitlər, ümumiyyətlə mən sizə demişdim ki, uşaqlar sözlərin tələffüzü əsasında biz saitlər, samitlər tapırıq. Yəni, sözün içərisində hansı saitlər, hansı samitlər soruşulursa bizdən, biz onun tələffüzünə əsaslanıb həmin samitləri və yaxud saitləri tapmalıyıq. Yalnız qarşılığı olmayanlar istədiyinə görə minbər sözündə tələffüz edərkən burada n bir dənə m-ya çevriləcək. Daha sonra digərlərində şagird sözündə d, t-ya çevriləcək. Mineralda dəyişmə yoxdur, limanda da dəyişmə yoxdur. Yalnız qarşılığı olmayanlar istədiyinə görə burada minbər sözündə b samitinin qarşılığı var tələffüzdə. Eyni zamanda ş, c və d, t samitlərinin qarşılığı var. Ona görə 2 və 4-ü götürməyəcəyik. Yerdə qalır mineral və liman sözləri. Mineral sözünün tərkibində olan samitlərin hər birinin qarşılığı yoxdur. Liman sözündə də hər birinin qarşılığı olmadığına görə cavab variantımız olacaq B variantı, yəni 3 və 4. Daha sonra demək ki, xanalardakı samitlərə toxunmadan qalın saitləri pozub, yalnız incə saitləri saxlasaq, hansı rayonumuzun adı alınar? Qalın saitləri pozduqdan sonra Siyəzən sözü alınır. Siyəzən rayonunun adı alınır. Ona görə cavabımız C variantıdır. Hər bir sıranı tamamlaya bilən saiti müəyyən edin. Uşaqlar, bu tipli tapşırıqları mən sizə 5-ci sinifdə oxuyarkən zaten onsuz da demişəm ki, necə həll olunmalıdır. Demək ki, sizə verilmiş saitlərin 3 saitin ortaq xüsusiyyətini götürməlisiniz. Ortaq xüsusiyyətləri nədirsə, 4-cü saitdə onların xüsusiyyətinə uyğun olmalıdır. Məsələn, A saiti qalın saitdir, düzdür. Qalın saitdir, amma digər verilənlər incə saitlərdir. Ona görə bunları qalın olma birləşdirmir. Daha sonra, tutaq ki, açıq sait olması, bəli, elə açıq sait olması, A saiti, E saiti və Ö saiti hər biri açıq saitdir. Dodaqlanıb dodaqlanmama cəhətinə görə də uyğun götürə bilmərik. Çünki Ö saiti dodaqlananda yerdə qalan A və E saitləri dodaqlanmayan saitlərdir. Demək ki, bunları birləşdirən ümumi cəhət açıq olmalarıdır. Sonra ikinci verilmiş saitlərə baxaq. İkinci saitləri də incə olma xüsusiyyəti birləşdirir. İncə. Yerdə qalan saitləri də dodaqlanmayan. Dodaqlanmayan xüsusiyyət birləşdirdiyinə görə bizim axtardığımız sait bunların hər birinin sırasına uyğun gəlməlidir. Yəni, həmin sait açıq olmalıdır, incə olmalıdır və dodaqlanmayan sait olmalıdır. Ona görə cavabımız C variantı olacaq. Daha sonra 5-ci suala baxırıq. 5-ci sualda aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərdən hansında verilmiş qayda öz əksini tapmamışdır? Yəni, deyir ki, aşağıda verilmiş qaydada verilən fikir hər hansısa variantda verilən fikirdən üst-üstə düşmür, uyğunlaşmır. Bir sıra sözlərin tərkibində o saiti A kimi tələffüz olunur. Baxaq, portret sözündə portretin tələffüz formasını verilib. Bax, portretlə yazılır, O ilə yazılır, amma A kimi tələffüz olunur. Demək ki, burada
bu qayda gözlənilib. Ona görə A-nı götürmürük. Gözlənilməz sonluqla bitən hekayə novella adlanır. Novella da O ilə yazılır. Yəni O ilə yazılıb A kimi tələffüz olunur və burada verilmiş fikirlə üst-üstə düşdüyünə görə B-ni də götürmürük. Bəy, olmazmı ki, bu işi notarius əli ilə həll edək? Notarius sözündə də O samitindən istifadə olunub, ona görə C-ni çıxardırıq. Cavabımız olur marafon sözü. Marafon sözündə O saiti verilir. Onsuz da tələffüzdə, yazılışda da var bu səs, O səsi. Eyni zamanda O tələffüzdə də O şəklində tələffüz olunur. Yəni onun A-ya keçməsinə aid bir şey yoxdur. Ona görə cavab variantımız olacaq D variantı. Daha sonra növbəti test tapşırığına baxırıq. 6-cı sual. Hansı bənddəki sözlərin hər ikisinin nöqtələrin yerinə yazmaq olar? Fonetikada öyrənilmir. Yəni 2 dənə hissə yazmalıyıq, 2 dənə söz yazmalıyıq və fonetikada öyrənilməyən bir söz olmalıdır. Fonetikada öyrənilməyən bir mövzunun adı olmalıdır və yaxud da terminin adı olmalıdır ki, biz fonetikada onu öyrənmirik. A-da saitlərlə samitlər onsuz da fonetikanın öyrəndiyi hissələr, mövzular sırasına daxildir. Heca fonetika öyrənir, terminləri isə fonetikada öyrənmirik. Ona görə B-ni də çıxdıq. Demək ki, ikisini də istəyir bizdən. Biri var, biri yoxdur. Ona görə B-ni çıxardırıq. Vurğu və amonimlər. Burada da vurğu var. Vurğunu biz fonetikada onsuz da öyrənirik. Ona görə C-ni də çıxartdıq. Çoxmənalı sözlərlə antonimlər. Bunların hər ikisi leksika bölməsində öyrənilir. Leksika bölməsində öyrənildiyinə görə D variantını cavab variantı olaraq götürə bilərik. Daha sonra 7-ci sual. Hansı sözdə nöqtələrin yerinə incə, qapalı, dodaqlanan sait işlənmişdir? Deməli, bizdən 3 xüsusiyyətini istəyir saitin. Həm incə olmalıdır, həm qapalı olmalıdır, həm də dodaqlanan saitdir. Təbii ki, saitimiz Ü saitidir. Biz demişdik axı, hər saitin 3 xüsusiyyəti olur. Niyə 3 xüsusiyyəti olur? Çünki saitləri biz 3 xüsusiyyətinə görə qruplaşdırırıq. Alt çənənin vəziyyətinə görə, dodaqların vəziyyətinə görə, bir də dilin vəziyyətinə görə. Dilin vəziyyətinə görə incə, alt çənənin vəziyyətinə görə qapalı, dodaqların vəziyyətinə görə isə dodaqlanan sait olmalıdır. Bu da Ü saitinə uyğun gəlir. Demək ki, cavabı variantımız olacaq mühüm sözü. Mühüm. Müdir sözündə I ilə yazılır bu. Mühit sözündə də I ilə yazılır. Müxbir sözü də I ilə yazılır. Ona görə cavab variantımız olacaq B variantı. Nöqtələrin yerinə hansı hərf yazıla bilməz? Zəfər sözü dilimizdə işlənir. Səfər də var. Cəfər sözü də dilimizdə var. Amma məfər sözü olmur. Ona görə cavab variantımız D variantı olacaq. Daha sonra tələffüz şəklində verilmiş sözlərdən hansının yazılışında O hərfi var? Demək ki, sözün tələffüzünü bizə verib. Deyir ki, yazılışına baxın. Yazılışında O saiti olmalıdır həmin sözün. Karusel sözü onsuz da A ilə yazılır. Yarğan sözü də A ilə yazılır. Qarpız sözü də A ilə yazılır. Samavar sözüdür bu. Bu O saitin iştirak edir sözün yazılışında. Samavar. Ona görə onu istifadə etdiyimizə görə cavab variantımız A variantı olacaq. Yalnız kar qarşılığı olmayan cinciltili samitlərin işləndiyi sözlər istəyir bizdən. Bəli, yalnız kar qarşılığı olmayan cinciltili samitlər işlənsin. Kar qarşılığı olmayan cinciltili samitlərimiz isə L, M, N və R samitləridir. Minarə sözündə minarəni tələffüz edərkən tələffüzü ilə yazılışında heç bir fərqi yoxdur. M, N, R olduğu kimi qalır. Ona görə cavabımızda 1 olacaq. Himn sözündə hər üçündə qarşılıq yoxdur. Amma 2 samitin cinciltili qarşılığı yoxdur. H-nın isə kar qarşılığı yoxdur. Kar qarşılığı olmayan istəmədiyinə görə bizdən, yalnız cinciltillər istədiyinə görə 2-ni çıxdıq. Məktəb sözündə K və T samitlərinin və B-nın hər birinin qarşılığı var. Hər birinin qarşılığı olduğuna görə bunu da götürməyəcəyik. Liman sözündə də L, M, N samitləri işlənmişdir və L, M, N samitlərinin də kar qarşılıqları olmadığına görə bunu götürə bilərik cavab olaraq. Cavabımız olacaq 1 və 4. Daha sonra xanalardakı samitlərə toxunmadan incə saitləri pozub, yalnız qalın saitləri saxlasaq, incələri pozub qalınları saxlayırıq. Hansı rayonumuzun adı alınar? İncə saitləri pozuruq. Ə saiti, İ saiti, Ü saiti, E və Ö.
Xocalı sözü yaranır. Deməli, cavab variantımız A variantı olacaq. Hər bir sıranı tamamlaya bilən saytı müəyyən edin. Burada da əvvəlki saytlərimiz kimi əvvəlki sayt bölgülərini izah etdim əvvəlki testdə. Hansı test idi o, baxaq bir dənə. Hansı test idi, izah elədim mən burada sizə. Buna uyğun. Dördüncü test. Dördüncü testi izah etmişəm. Yenə də təkrar qarşımıza çıxır 12-ci testdə. 12-ci testdə hər bir sıranı tamamlaya bilən. Deməli, baxırıq. Burada açıq qapalılığı götürə bilmərik, qalın incəliyi götürə bilmərik. Bunu, daha doğrusu qalınlığı götürə bilərik, üzr istəyirəm. Qalınlığı götürə bilərik. Niyə? Çünki hər üç sayt qalın saytdır. Demək ki, axtardığımız sayt qalın olmalıdır. Burada qapalı olmalıdır. Qapalı. Və dodaqlanan olmalıdır. Dodaqlanan. Qalın, qapalı və dodaqlanan sayt olmalıdır. Ona görə U saytı uyğun gəlir. Cavab variantımız D variantı olacaq. Hansı sözdəki samitlərin heç birinin qarşılığı yoxdur? Heç birinin qarşılığı yoxdur. Baxın, hənirti sözünü, ümumiyyətlə dedik, axı, samitləri və saytləri sözün tələffüz qaydasına uyğun tapacağıq. Hənirti sözündə heç bir dəyişmə olmadığına görə elə burada da bu hissədə də işləmək olar bunu. Yazılışı ilə deyilişi fərqlənmir. Deməli, burada T samiti işlənib. T samitinin də qarşılığı var. Ona görə A variantını götürmürük. Himn sözündə 3 samit işlənib. Hər birinin də qarşılığı yoxdur. Bizdən kar və yaxud cingiltili qarşılığı olmanı demir. Ümumiyyətlə deyir ki, qarşılığı olmasın. Qarşılığı olmasın dediyinə görə biz H-nı da digər samitlər kimi götürə bilərik. Ona görə cavab variantımız C variantı olacaq. Rəndə sözündə D var. Minbər sözündə də B var. Eyni zamanda N, M kimi tələffüz olunur burada. Bu qaydanı da keçmişik. Bunları da götürməyəcəyik. Ona görə cavab variantımız olacaq C variantı. Daha sonra növbəti testimizə baxaq. O saytının A kimi tələffüz olunduğu sözlər cərgəsini istəyir bizdən. Kontur sözündə kontur demirik. O çək sözündə də A çək demirik. Bir dənə konsert sözündə dəyişmə olur. Ona görə A-nı götürmürük. Avtobus sözündə də O-nu biz O kimi tələffüz edirik. Donanma sözündə də O-dur. Odun sözündə də O kimi tələffüz olunur. Kofe sözündə O kimi tələffüz olunur. Opera sözündə də O kimi tələffüz olunur. Kosmosda da O kimi tələffüz olunur. Kombayn sözündə A-dır. Proqram sözündə proqram kimi tələffüz olunur. Velosiped sözündə də velosiped kimi tələffüz olunur. Ona görə cavab variantımız C variantı olacaq. Hansı cümlədə fərqləndirilmiş söz orfoqrafik normaya uyğun yazılmışdır? Yazılanı istəyir bizdən. Yadınızda qalsın. Orfoqrafik normaya uyğun yazılım. Orfoqrafik norma ümumiyyətlə sözlərin yazılışını bildirir. Yəni, orfoqrafik normanı istəyirsə, demək ki, siz sözün düzgün yazılış qaydasını axtaracaqsınız. Bununla bərabər orfoepik normalar da var. Orfoepik sözünün mənası isə düzgün tələffüz deməkdir. Yəni, əgər orfoepik sözünü sizdən soruşursa, tələffüzünü istəyir sözün, orfoqrafik sözünü istəyirsə, demək ki, düzgün yazılış qaydasını istəyir. Qəhrəman sözü, seyr edin qəhrəmanın, zamanın qəhrəmanını, əynində şinel var, çiynində tüfəng. Qəhrəman sözü. Baxın, 2ə, 1a burada düz işlənib. Bu söz düz yazılmışdır, düzgün şəkildə yazılıb. Qəhrəman deyil bu. Bunu çox vaxt A-la uşaqlar düşünürlər ki, bəlkə də A-dır. Xeyr. 2ə, 1a-dır. İkisi 2 ardıcıllıq ə-dir, axırıncısı isə A-dır. Bunu yadınızda saxlayın. Belə. B variantında mükafat yazılıb. Mükafat deyil bu, mükafatdır. Ona görə B-ni çıxardırıq. Müdriklik deyil, müdriklikdir. İ ilə yazılmalıdır. Ona görə C-ni də çıxardırıq. Mülahizə deyil, mülahizə olmalıdır. Bu Ü ilə yazılmalıdır. Ona görə D-ni də çıxardırıq. Cavab variantımız olacaq A variantı. Sonra 16-da U və Ö saytlərinin ortaq xüsusiyyətini istəyir bizdən. U və Ö saytləri, deməli, bax, A-da deyir ki, qalın saytlərdir. Qalın sayt kimi biz buna ortaq cəhət götürə bilmərik. Niyə? Çünki U saytı qalın saytdır, amma Ö saytı incə saytdır. Bunların ortaq cəhəti deyil. Qapalı saytlərdir. Yenə də bu U saytına aiddir, amma Ö saytına aid deyil. Çünki Ö saytı açıq saytdır. Dodaqlanan saytdır, bəli. Hər ikisinə ortaq cəhət kimi bunu götürə bilərik. Eyni zamanda açıq saytlərdir deyir. Açıq saytlər Ö saytına açıq sayt deyə bilərik, amma U saytı qapalı saytdır. Ona görə D-ni də götürə bilmərik. Cavabımız olacaq C variantı.
Hansı bənddə nöqtələrin yerinə incə, qapalı, dodaqlanmayan sait yazır? İncə olacaq, qapalı olacaq və dodaqlanmayan sait olacaq. Yəni, i saiti olacaq. Bizdən i-ni istəyir. Mühüm sözündə ü-dür. Rütubət sözündə u-dur. Mükafat sözündə ü-dür. Yerdə qalır müdir sözü. Müdir sözündə i olur. İ. Ona görə cavabımız D variantıdır. Hansı sözdə fərqləndirilmiş hərfin bu cür yazılması yanlışdır? Baxaq hələ. Bayaq dedik bunu. Bayaqçı testimizdə var idi. Bax, münasibət sözündə ü var. Bu düzgün yazılıb. Problem sözü o ilə yazılır. Problem kimi tələffüz olunur. Pilləkən sözü də ə ilə yazılır. Ə kimi də tələffüz olunur. Qəhrəman deyil, qəhrəman. Yəni, 2 ə ilə yazılmalıdır bu söz. İkincisi ədir, üçüncüsü a-dır. Sonuncunu a kimi yazırıq. Ona görə cavab variantımız C variantı olacaq. C variantındakı söz yanlış şəkildə yazılmışdır. Daha sonra 19-a baxırıq. Hansı sözdə nöqtələrin yerinə ü saiti yazılmalıdır? Mühüm sözü, burada bayaqçı testimizdə də var idi bu söz. Mühüm sözü ü ilə yazılır. Rütubət sözü u ilə yazılır. Ümumi sözü u ilə yazılır. Nümunə sözü də u ilə yazılır. Cavab variantımız D variantı olacaq. Sonra 20-ci tapşırığa baxırıq. A və I saitlərinin ortaq cəhətlərini istəyir. Elə qalın saitlərdir. A variantı götürəcəyik cavabımızı. Qapalı saitlərdir. I-yə aid xüsusiyyətdir. Ona görə yanlışdır. A-ya aid deyil. Dodaqlanan saitlərdir. Heç birinə aid deyil. Bizdən ortaq cəhət istəyir. Ona görə heç birinə aid olmadığına görə götürməyəcəyini. Açıq saitlərdir. A-ya aid fikirdir, amma I saiti qapalı sait olduğuna görə aid deyil I saitinə. Cavab variantımız olacaq A variantı. Sözlərdən birində həm kar qarşılığı olmayan cinciltili samit, həm də cinciltili qarşılığı olmayan kar samit işlənmişdir. Yəni, L, M, N, R samiti, eyni zamanda H samiti. Hərəsindən bir dənə ən azı işlənməlidir. Baxaq görək hardadır. Məsələn, H samiti, baxın, deyir ki, cinciltili qarşılığı olmayan kar samit H. Hansı sözlərdə H samiti yoxdursa, onları götürmürük. Mineral sözüdür, minarə sözüdür. Eyni zamanda hekayə və himin sözləri qaldı. Baxırıq ki, cinciltili qarşılığı olmayan kar samitlə bərabər kar qarşılığı olmayan cinciltili də işlənməlidir. Ona görə hekayə sözündə L, M, N, R samitlərindən hər hansısa biri yoxdur. C-ni götürə bilmərik. Amma D variantında həm M və N, yəni burun sonarları iştirak etmişdir. Eyni zamanda bunların kar qarşılığı yoxdur. H samitində cinciltili qarşılığı olmadığına görə D variantını götürürük cavab olaraq. Sözlərdən birində saitlərlə yanaşı yalnız kar qarşılığı olmayan cinciltili samitlər işlənmişdir. Yəni, saitlər də işlənib içində. Eyni zamanda cinciltili qarşılığı olmayan, daha doğrusu kar qarşılığı olmayan cinciltililər. Yəni, L, M, N və R samitlərindən hər hansısa biri iştirak etmişdir. Baxaq. Deməli, liman sözünü götürürük. Təbii ki, saitlər də var. İçərisində kar qarşılığı olmayan cinciltili samitlər də işlənib. Hiponim sözündə saitlərlə yanaşı yalnız kar qarşılığı olmayan samitlər işlənib deyib deyə. Yalnız deyəndə, yəni sözün özündə ancaq işlənən samitlərin ancaq hamısı cinciltili kar qarşılığı olmayan cinciltililər olmalıdır. Bunu demək istəyir bizdən. Ona görə bax, burada P işlənib. P işləndiyinə görə bunu götürə bilmərik. Burada da K işlənib, Y işlənib. Ona görə hekayə sözünü də götürə bilmərik. Eyni zamanda himin sözündə də H olduğuna görə bunu da götürə bilmərik. Cavabımız olacaq 22 A variantı. Daha sonra 23. Hansı sözdə nöqtələrin yerinə qapalı, dodaqlanan sait yazılmalıdır? Qapalı və dodaqlanan sait deməli ya ü saitidir ya da u saiti. İkisindən biri olacaq. Baxaq. Müdir sözünə i yazılır. Mühüm sözünə ü yazılır. Müflis sözünə i yazılır. Münbit sözü də i ilə yazılır. Ona görə cavab variantımız olacaq B variantı. O və A saitlərinin ortaq xüsusiyyətini istəyir bizdən. Qalın saitlərdir. Bəli, elə birinci fikrimiz A variantımız doğru fikirdir. Qapalı saitlərdir. Xeyr. Dodaqlanan saitlərdir. Bu O-ya aiddir, A-ya aid deyil. İncə saitlərdir. Bu da heç birinə aid deyil. Ona görə cavab variantımız olacaq A variantı.
Saitlərin bölgüsünü nəzərə alaraq hər bir sıranı tamamlayan saiti müəyyən eləyin. A, O, U bu qalın olacaq. Burada işlənən sait qalın sait olmalıdır. E, A, İ saitləri dodaqlanmayan olacaq. Dodaqlanmayan. Dodaqlanmayan. Bir də qapalı olacaq. Qapalı. Qalın, qapalı, dodaqlanmayan sait olmalıdır. Ona görə cavab variantımız A variantı olacaq. Sonra növbəti sualımız 26-cı sualdır. Yanlış fikir istəyir bizdən. Yanlış fikri. Dilimizdə 9 sait səs var. Bəli, 9 sait səs var. Keçmişik. Ümumiyyətlə, səslərimiz dilimizdə 34 səs var ümumilikdə. Bunlardan 25 səs samitlərdir. Üzr istəyirəm, samitlərdir. 9 dənəsi isə saitlərdir. Ona görə bu fikir düzdür. Dilimizdəki səslərin sayı hərflərin sayından 2 vahid çoxdur. Bəli, biz dedik ki, K səsi eyni zamanda ilk səsi, yəni X deyə tanıdığımız səsin yazıda xüsusi işarəsi yoxdur. Xüsusi işarəsi olmadığına görə də ümumi 32 əlifbamızda 32 hərf var. Bu 2 dənəni də əlavə edirik səs olaraq 34 dənə səs olur. Ona görə 2 vahid çoxdur. Hərflərin sayından səslərin sayı bu düzgün fikirdir. Hər bir sait 3 bölgüyə daxildir. Bəli. Hər bir sait səs 3 bölgüyə daxildir. Dedik ki, dodaqların vəziyyətinə görə, dilin vəziyyətinə görə və alt çənənin vəziyyətinə görə hər bir saitin 3 xüsusiyyəti olur. Ona görə C variantımız da düzgündür. Hər biri düzgündür. Dilimizdəki samit səslərdən yalnız 4-ünün qarşılığı yoxdur. Xeyr. Cingiltili samitlərdən olan samitlərin 4 dənə, bir də H samitinin kar qarşılığı, daha doğrusu cingiltili qarşılığı yoxdur. H kar samitdir, digərləri də cingiltili samitdirlər. 4 dənə cingiltili samit, bir dənə də H samiti, yəni kar samit toplananda 5 dənə samit eləyir. Ona görə D variantımız yanlış variantdır. Cavab variantı da D variantını götürəcəyik səhv istədiyinə görə bizdən. Növbəti suallara baxaq. Hansı sözdə yalnız cingiltili samitlər işlənmişdir? Yalnız cingiltili samitlər istəyir bizdən. Baxın, təəssüf sözündə T samiti var, S-lar var və F var. Bu, yalnız cingiltili samit olmadığına görə kardırlar bunlar hər biri. Ona görə A-nı çıxartdıq. Təlaş sözündə, təlaş sözü Ş ilə bitir, eyni zamanda T ilə başlayır. Hər ikisi kar samitdir, çıxardırıq. Müəllif sözündə də F var. Ona görə D-ni də çıxarırıq. Yerdə qalır mineral sözü. Mineral sözündə işlənən samitlərin hər biri cingiltili samitlərdir. 28-ə baxırıq. Hansı sözdə yalnız kar samitlər işlənmişdir? Kar samitlər işləndiyinə görə təəssüf sözünü götürürük. Elə yuxarıda qeyd etdim bunu. Təlaş sözündə L var. Mineral sözü onsuz da cingiltili samitlərdən ibarətdir. Müəllif sözündə də cingiltili samitlərlə kar samit var. Yəni, yalnız kar samit olmadığına görə cavab variantımız olacaq A variantı. Qalın saitlərdən ibarət bəndi müəyyən eləyin. Qalın saitlərimiz istəyir. Təbii ki, hamımız bilirik. A, I, O, U saitləri qalın saitlərdir. Daha sonra 30-cu sual. Qapalı saitlərdən ibarət olan bəndi istəyir bizdən. Qapalı saitlərimiz I, I, U, Ü saitləridir. Ona görə D variantını götürürük. Dodaqlanan saitlərdən ibarət olanları istəyir bizdən. O, Ö, U, Ü saitləridir. Dodaqlanan saitlərimiz. Hansı sözdə nöqtələrin yerinə A saiti yazılmalıdır? Deməli, metodika sözündə O-dur, melodiya sözündə də O-dur, maqnitofon sözündə də O-dur, megafon sözündə. Megafon sözündə A saiti olmalıdır, A saiti işlənməlidir. Ona görə də cavab variantımız olacaq B variantı. Hansı sözdə nöqtələrin yerinə O saiti yazılmalıdır? Kompas sözüdür bu, O ilə yazılır. Yerdə qalanlar kapilyar A ilə yazılır, karbon A ilə yazılır, kaktus da A ilə yazılır. Ona görə cavab variantımız olacaq D variantı. Baxaq. Artıq suallarımız bitdi. Yəni, saitlərə aid olan suallarımız bu qədərdir. Saitlər bölməsinin sualları. Bunu yoxlayarsınız uşaqlar. Ümid edirəm ki, səhvləriniz çox az çıxacaq. Çünki rahat bölmədir, izahlar da var.
Eyni zamanda istəsəz vəsaitlərdən də istifadə edə bilərsiniz izahını öyrənmək üçün. Yəni belə, çox sağ olun, təşəkkür edirəm izlədiyinizə görə. Hələlik.